Qəbul imtahanında qarşılaşa biləcəyimiz möhtəşəm bir sualla qarşınızdayım. Bizə deyir ki, xaricdən çevrə çəkilmiş qabarıq ABCD 4 bucaqlısının diaqonalları Y nöqtəsində kəsişir. BY bucaq ABC-nin tənböləni olarsa və BD bərabərdir 25, CD bərabərdir 15 olarsa, BY neçə santimetrdir? Baxın, bizə deyir ki, deməli, diaqonallar Y nöqtəsində kəsişir. BY ABC 3 bucağının və yaxud da ki, B bucağının tənbölənidir. O zaman buraya yazarıq ki, alfa, alfa. Və deyir ki, deməli, BD bərabərdir 25-dir və CD bərabərdir 15-dir. Bura 15 yazarıq, qeyd edirik 15-i. Burada bizə 25 verib, bizdən BY-ni, yəni bu x-i soruşursa, bura olar 25 minus x. İndi baxın, bu alfaya nəzərən, baxırıq görürük ki, bu qövs, bu alfanın qövsüdür. O zaman, daxilə çəkilmiş bucağı alfa verirsə, bu qövs 2 alfa olacaq. Həmçinin bu qövsdə görürük ki, bu alfa bucağı bu qövsün daxilə çəkilmiş bucağıdır. O zaman burada 2 alfa olur. O zaman baxırıq bura, bu da görürük ki, bu qövsə söykənən daxili bucaqdır. O zaman burada alfa olur. Həmçinin burada alfa olur. Görürük ki, bura bərabər yanlı 3 bucaq aldı. O zaman bura neçə olur? 15 olur. Buranı tapdıq 15. İndi gəlin bura bir beta deyək. Bura beta desək, alırıq alfa beta. Üçüncü bucaq nə olar? Fi. Deməli, üçüncü bucaq oldu fi. O zaman indi baxırıq. Bura alfa, bura betadırsa, bu böyük bucaq nə olacaq? Burada olacaq, deməli fi. İndi gəlin oxşarlıq tətbiq edək. Oxşarlıq tətbiq etsək, deməli, kiçik alfanın qarşısındakı tərəf 25 minus x bölünsün böyük alfanın qarşısındakı tərəf 15 bərabər olacaq. Kiçik fi'nin qarşısındakı tərəf 15 bölünsün böyük fi'nin qarşısındakı tərəf x plus 25 minus x, yəni 25. Bunu da hesablasaq, 25 minus x bərabərdir 15 vur 15 böl 25. Baxın, buradan qalır 3, buradan qalır 5, bunu da ixtisar yaparsaq, burada qalır 9. Bura 9 verir, o zaman yazarıq ki, x bərabərdir 25 minus 9, o da bərabərdir 16-ya. Cavabımız olur 16.